Fəsil 22. Pavel Robert Lekdonu qorxduğuna görə gizli bir məmnunluq duyurdu. Amerikalı hətta tualetə getmək fikrindən belə daşınmışdı. İndi divanda oturub boşluğa baxırdı. Üstünə tuşlanan silah insanın fikirlərini darmadağın edir. Biraz da inatkarlıqdan Pavel dəhlizlə irəliləyib tualetə girdi. Qapını taybatay açıq saxladı ki, Langdon eşitsin. Gürültü ilə sidiyə çıxdı, sonra suya axıtdı. Tualetdən çıxanda Yanaçekin dəhlizə doğru döndüyünü gördü. "Siqaret çəkməyə gedirəm," kapitan dedi. Pavel onunla uzun müddət işləmişdi və kapitanın istədiyi yerdə siqaret çəkdiyini bilirdi. Çox güman gizli bir telefon zəng edəcəkdi. Yanaçekdə belə zənglər az olmurdu. "Partlayış qrupu 30 dəqiqə burada olacaq," dedi Yanaçek. "Onu partladacaqlar." Laboratoriyaya enən pilləkənin polad qapısını göstərdi. Pavel qapını süzüb razılıqla başını tərpətdi. Sındırılmış ön qapının çərçivəsi hələ də laboratoriya qapısına söykənmiş vəziyyətdə müvəqqəti siqnal kimi dururdu. Amma Pavel hiss edirdi ki, bu gün oradan kimsə öz xoşu ilə çıxmayacaq. Onlar kapitan Yanaçekin əmrini yerinə yetirməmişdilər və bu da onların seçimlərini xeyli məhdudlaşdırırdı. "Çöldə komandanın gəlməyini gözləyəcəm," dedi Yanaçek. "Sən burada qal. Laboratoriyadan heç kimin çıxmadığına əmin ol. Langdonu da gözdən qoyma." Pavel dabanlarını birləşdirib hərbi salam verdi. "Aydındır." Pavel təxminən 5 il idi ki, Yanaçekin sağ əli sayılırdı. Onun əslində Oldrix Yanaçekin qardaşı oğlu olduğunu polis qüvvələrində çox az adam bilirdi. 9 yaşına çatanda atası təsadüfi bir qəzada həlak olmuşdu. Onu turist motosikleti gözlənilmədən vurmuşdu. Anası alkoqol bataqlığına sürüklənəndə Pavel vaxtının çoxunu küçələrdə keçirməyə başladı. Xırda oğurluqlarla dolanır, məhəllədəki dükan sahiblərini mühafizə müqabilində pul ödəməyə məcbur edirdi. 19 yaşında tutulanda anası yoxa çıxmışdı. Hadisəyə onu demək olar tanımayan dayısı Oldrix müdaxilə etdi. O zaman uslu sıralarında yüksəlməkdə olan Oldrix Yanaçek Pavelin cəsarətindən və bacarığından kifayət qədər təsirlənmişdi. Buna görə də ona sadə bir seçim təklif etdi. Ya həbsxanaya gedib ömrünü cinayətkarların arasında keçirəcəksən, ya da uslu hazırlığına qatılacaqsan. Mən də sənə onları necə tutmağa öyrədəcəyəm. Bu xeyli çətin olsa da seçim aydın idi. Pavel qanuna sədaqətli bir xidmətçi kimi yetişmək üçün var gücü ilə çalışdı. Uslu kursunu orta səviyyədə bitirməsinə baxmayaraq sürətlə yüksəldi. İndi Pavel leytenant rütbəsi daşıyırdı və bu 20 yaşlarının sonlarına yenicə çatan biri üçün çox yüksək mərtəbə sayılırdı. Dayısına isə yalnız kapitan Yanaçek deyə müraciət edirdi. "Hər şeyimi ona borcluyam." Pavel gerçəkliyi bilirdi. Gənc leytenant Yanaçeki itirdiyi atasının yerində görürdü və kapitanın qorxmazlığına, qətiyyətinə heyranlıq duyurdu. Bəzən qanunu qorumaq üçün qanunun fövqünə qalxmaq lazım gəlir. Kapitan Yanaçek bu şüarla yaşayırdı və tez-tez istintaq zamanı sərhədləri aşarkən izini itirməyi Pavelə etibar edirdi. Bu səhər olduğu kimi. O bilir ki, mən onu axıra qədər qoruyacağam. Pavel foyada dayanıb kapitan Yanaçekin qarlı həyata doğru getməsini izləyirdi. Həyat uzun və düzbucaqlı formada idi. Ziyarətçiləri aşağıdakı baş gicəlləndirən uçurumdan qorumaq üçün alçaq daş hasarla əhatələnmişdi. Kapitan saxsıda əkilmiş həmişəyaşıl ağacların arasından keçərkən telefonla danışmağa başladı və həyətin ən uc nöqtəsində dayanıb Praqaya baxdı. Pavel fürsətdən istifadə edib öz telefonunu yoxladı. Yeni virtual tanışlıq tətbiqindən bildiriş gəlib-gəlmədiyini yoxladı. Avropanı fəth edən bu platformanın onu cəlb edəcəyini heç vaxt düşünməmişdi. Amma bir çox kişi kimi o da açıq-saçıq söhbətlərə, şəkillərə və fantastik sujetlərə aid olmuşdu. 11 bildiriş. Gülümsədi. Gözlədiyi müddətdə oxumağa, nəsə tapmaq onu sevindirmişdi. Pavel Langdonu nəzarətdə saxlamaq üçün zala qayıtdı. Telefonu hələ də əlində idi. Langdonun oturduğu divanın boş olduğunu görüb heyrətləndi. Sağa sola çevrilib zalın hər küncünü gözdən keçirdi. Gesnerin kabinetinə qaçdı. Orada boş idi. Çaşqınlıq dərhal təlaşa çevrildi. Pavel dəli kimi otaqda ora-bura qaçaraq divanların, kresloların arxasına baxdı. O hara yoxa çıxdı. Robert Langdon sanki havaya uçmuşdu. 6 metrdən daha az bir məsafədə Langdon Paul Evansın divar heykəlinin arxasındakı qaranlıq oyuqda tərpənməz dayanmışdı. Az əvvəl tək qaldığını görən Langdon divandan sıçrayıb sənət əsərinə tərəf tələsmiş və onu daha yaxından incələmişdi. Düşündüyü kimi əsərin üstündəki polad çubuq heç də sabitləyici mexanizm deyilmiş. Sürüşmə reysi imiş. Heykəlin sağ kənarından möhkəm yapışıb sola doğru itələdi. Nəhəng metal əsər kürəcilər üzərində demək olar ki, səssizcə sürüşdü. Arxasından Langdonun təxmin etdiyi kimi bir keçid vardı. Cəld içəri girib yaylı mexanizmi səssizcə bağladı. Gözləri zəif işıqlandırılmış məkana alışarkən Langdon qəbul otağında Pavelin ora-bura qaçdığını və ucadan söyüş söydüyünü eşidirdi. Heykəlin arxasındakı oyuq da eyni dərəcədə zövqlə hazırlanmışdı. Zəngin taxta üzlüklər,
Üstündə süni şamlar titrəyən mərmər sütun. Şam işığı fırçalanmış metal qapını işıqlandırırdı. Buraya şəxsi lift yerləşdirilib. Bu giriş Gessnerin kiçik laboratoriyası üçün qoyulmuş xidməti pilləkəndən qat-qat münasib idi. Liftin qapısında işıqlı klaviatura vardı. Görünür Gessner laboratoriyasını ağıllı kodla qoruduğunu yalandan demirmiş. İndi Langton bu kodu tapmalı idi.